Azerbaycan müqəddəs torpağım, Azerbaycan şərəfli bayrağım, tarix yazın, qanınla, canınla, tarix yazın, ucaldın adınla. Azerbaycan müqəddəs torpağım, Azerbaycan şərəfli bayrağım, tarix yazın, qanınla, canınla. Hər birimizi Azərbaycan himninə başlayırıq. Buyurun, başlayın. Azerbaycan, Azerbaycan, ey qəhrəmanlıqları şanlı vətənim, səndən ötürü qan tökməyə cümlə hadiriz, səndən ötürü qan verməyə cümlə hadiriz, üç rəngli bayrağınla məsul yaşa, üç rəngli bayrağınla məsul yaşa, millələrdən qurban oldu, sinələrdən meydan oldu, bir uğruna keçərsə, hərə bir qəhrəman oldu. Sənə basan Gülüstan, sənə hər an can qurban, sənə bir məhəbbət, sənə tutmuşam, namusunu hiss etməyə, bayrağını yüksəltməyə, şanlı gənclər müştaqdır, şanlı vətən, şanlı vətən, Azərbaycan, Azərbaycan, Azərbaycan. 2020-ci il sentyabrın 27-sində başlayan 2-ci Qarabağ müharibəsi 44 gün davam etdi. Noyabrın 8-də Şuşa azad olduqdan sonra düşman təslim olundu. Müzəffər Əlibaş komanda İlham Əliyev rəhbəri ilə qazandılmış möhtəşəm zəfər tarixini də qızıl hərflərlə yazdı. Bu qələbə vətənin gücünü bütün dünyaya göstərdi. Sənə zəfər yarası, bugün hisslərim yarışır, sevinç qəhər qarışır, sən qalibsən Azərbaycan. Əxarı bülbülün sevindi, Şuşadan azam verildi, düşmənlər yaman yenildi, sən qalibsən Azərbaycan. Cəbrayıl, azadlığın mübarək. 8 Ocaq 2020-ci ildə tarixdən Azərbaycan tarixinin əbədi qayacaq. Azadlığın mübarək. Zəfər yaşatdığı igid oğullarımız hər birimiz anırıq, hər yüzə minnətdarıq hamımız. Zəfər günü mübarək. İrəli addımlayaraq, əllərə bir şəcər yazaraq, Laçını şanı geri almaq. Beşdə dünya səfər çarkı, ərəniş igiddir, bizim oğullar dubatdır. Azadlığın mübarək. Günümüz mübarək. Kəlbəcər azadlığın mübarək. Zəfər xəbəri gəldi, noyabrın 8-i, xalqımız çox sevindi. Hey yaşa Azərbaycan, xan gəldi, azadlıq mübarək. Yenidən doğuldum, bugün sənin günündür, bugün bizim günümüz, bugün mənim günümdür. Haqq ədalət nişanını qanatlanır bayrağım, bugün bütün dünyada dalğalanır bayrağım. Füzuli azadlığın mübarək. Hər 8 noyabrda Zəfər günü kimi qeyd edilib. Prezident İlham Əliyev sərəncam 8 noyabr Zəfər günü və Şuşan azad olduğu kimi qeyd edilib. Zəfər günü mübarək etibar çəkdi də 30 il ayrı qaldı həsrətli qalan. Şuşa azadlığı mübarək. Qeyd qızdan çınar göstəreyim, mən ona söykənib arana baxım. Gözlərim görməsə göl verir, mən onun gözü ilə cahana baxım. Hər yerdə həmişə sənsən gümanım, canımsan gözümsən Azərbaycanım. Su qovuşan qovuşdur. Bundan topasiyəndə diləni, aşan göylərdən oğlan ələni, qısıb buyruğun alçalı bucu, bayrağın şüşədə ucalı bucu, xocalı azadlığın mübarək. Azadlığımız böyük qələbə Azərbaycan ordusunun gücünü göstərdi. Cəmi 44 gün arasında Azərbaycan ordusu gücünü nümayiş etdirərək torpaqlarımızı azad etdi.
Azərbaycan ordusu peşəkar cəsarətli idi. Müharibənin ilk günündə düşmən ordusu yalnız irəli getməyi seçdi və hər gün yeni uğurlar və qələbələr qazandı. Başını yuxarı qaldır ey vətən, daha utanmağın dövrəni getdi. Xalq önündə diz çökdü düşmən, qələbə səsini dünya eşitdi. Şəhidlər, qazilər tarix yazdılar. Ordumuz fəxarət, qürur mənbəyi. 30 il yazılmış mifun pozdular, qələbə səsini dünya eşitdi. Laçın azad. Sevincin qarışığı günü, zəfər günü şəhidlərimizin ruhu qarşısında baş verir. Bütün dünya gördü ki, haqqın öz divanı var, şəhidlər arqanıyla böyük tarix yazdı. Sinəsini buyurdu, siper edən oğullar başımıza dolanır. Qazilər oca dağlar, kövrənirəm həm də ki, qürurlanır ürək. Azərbaycan olandır, Qarabağ göz bəbəyi. Haqqın azadlığı mübarək. Dəmiri yumru düşməni müharibənin başını əzdi. Düşmənlər Qarabağda daim qala bilməzdi. İndi azad Qarabağ, cümlədi abadları, mənim qədim torpağım, sənə bu çox yaraşır. Zəngiranım, azadlığın mübarək. Olan torpaqlarımız azad edildi. Zəngilan, Füzuli, Cəbrayıl, Badlı və digər rayonlarımız öz həqiqi sahiblərinə qovuşdu. Bu qələbə sayəsində köçkün və qaçqın insanlar öz yurdlarına qayıdır. Qarabağda yenidən qurma işləri aparılır. Azərbaycan dünyada güclü və haqlı ölkə kimi tanınır. Bizə zəfər yaşatdı igid oğullarımız, hər birini anırıq, minnətdarıq hamımız. Yaşa vətən, çox yaşa, yaraşır zəfər sənə, alış min kərardı, zəfəri bəxş edəm, Xocavənd azadlığın mübarək. Müharibəsində Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etmək üçün döyüş əməliyyatını başlatdı. Bu əməliyyatın adı Dəmir Yumruqdur. Biz xalq və ordu olaraq Dəmir Yumruq kimi birləşdik və böyük qələbə əldə etdik. Vətən müharibəsində biz qələbə qazandıq. Bu gün anım günüdür, qəhrəmanları andır. İndi azad Qarabağ günbəgün abadlaşır. Mənim qədim torpağım, sənə bu çox yaraşır. Ağdam, azadlığın mübarək. Bir münasibətilə sizi ürəkdən təbrik edirəm. Uğurlarımız bol olsun, zəfərlərimiz çox olsun. Sizin bugünkü əl işiniz, zəfər günündə fəal iştirak etdiyiniz üçün məktəb rəhbərliyi tərəfindən sizə fəxri fərmanlar verilir. Fəxri fərman Ağayarov Elgün Ramizoğlu. Mübarək. El çal, el bakı. Beş çalmayın. Səfuriyev Nizami Salehoğlu. Əl işinə görə məktəbdə zəfər günündə əl işinə görə fəal iştirak elədiyim üçün. Məmmədov Kənan Amidoğlu. Təbriklər. Təbriklər uşaqlar. Yaxşı əl işi olduğu üçün, fəal iştirak etdiyim üçün məktəb rəhbəri. Məmmədli Ayşən. Təbrik edirəm qızım. Quliyeva Vüsalə Akşinqızı. Təbriklər. Təbriklər uşaqlar. Yaxşı əl işinizə görə. Əl işi, yaxşı əl işi. Qəşəng işlədiyinizə görə, bu işlərinizə görə də müəllim sizin o fəxri fərmanını təbrik edir. Hamınızı təbrik edir. Zəfər gününüz mübarək olsun. Haqqımız bizlərə minnətdir şəhid qardaşlar. Yolumuz hər kəsə ibrətdir şəhid qardaşlar. Bu şəhidlik elə bir allı uca mərtəbədir. Siz ucaldınız ora qeyrətdir şəhid qardaşlar. Xalqın azadlığının mənşəli hər yerdə yanır. Şükür olsun qələbə ilə yeni günlər yaşanır. Nə gözəl mənzərə üç rəngə boyanmış qara.